Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib. Xəbər verilir ki, hadisə rayonunun Mürtülü kəndindən qeydə alınıb. Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib. Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır. Amerika Birləşmiş Ştatlarının Kentucky ştatında Nuhun gəmisinin real ölçülərdə hazırlanmış versiyası inşa edilib. Xəbər verilir ki, nəhəng layihə turistlərin və ziyarətçilərin marağına səbəb olub. Ziyarətçilər xüsusi hazırlanmış giriş hissəsindən keçərək gəmini ziyarət edə biləcəklər. Layihə çərçivəsində gəminin daxilində müxtəlif ekspozisiyalar, tarixi məlumatlar və interaktiv bölmələr də yaradılıb. Bundan əlavə gəmi zoopark və muzey kimi də fəaliyyət göstərəcək.